Bazarı hər gün araşdırın. Qabaq ayda, ildə bir dəfə araşdırın. Amma bu günləri siz onsuz da Instagramda oturmusunuz. Bir baxın da rəqiblər ki, onsuz da qabağınıza çıxır maraqlandığınız şeylər. Rəqiblər çıxır qabağınıza. Kim hardadır, necədir, nətərdir. Nəzarətdə saxlayın. Və hər zaman baxın ki, yəni təkcə Azərbaycanda yox, xarici bazarlara da baxın ki, düşünmə beynimizdə düşünmə bucaqları çoxalsın. Düşünmə neyronları artsın. Nə qədər çox araşdırıb, nə qədər çox görsəz, nə qədər çox şirkətin işini dərk eləsəz, daha fərqli məhsul ortaya qoyacaqsınız. Bəli, daha çox məhsul ortaya qoyacaqsınız. Bir də var, mən elə bilən məndən ağıllı adam yoxdur. Oturmuşam öz otağımda, deyirəm ki, mən bir nömrəyim qurtardı, getdi. Bir bax, çölə çıx. Yəni, qabaq gəzməyə ehtiyac var. Bir gün gəzməyə də ehtiyac yoxdur. Hansı xoşuma gələn bir yer olar sizə uyğun, ora gedib baxmağa dəyər. Olur, hərdən sən Instagramda böyük bir şey görsən, gəlsən burada işləyirlər bunlar. Belə fikirləşirsən, olur belə. Məsələn, Rusiyada dəbdədir, çoxdandan da elə. Məsələn, saytda baxırsan, sayt aşır, elə bilirsən ki, böyük bir şirkətdir, zəng vursan görürsən ki, kuxladan qız cavab verir. Yəni, heç ofis yoxdur. Yəni, virtual ofis qurublar.